Metan var bizdə, uşaqlar. Bir də etilen var. 4 mol qaz qarışıq. İkisi bir yerdə 4 mol. Deyir 4 mol hidrogen əlavə edildi. Reaksiya getdi katalizator iştirakında. Bilirik də hidrogenləşmə katalitik. Öncə mənə deyin görək hidrogenlə hansı girəcək reaksiyaya? Kim deyər? Hidrogen, C2H4. bəli, alkanlar hidrogen birləşdirir. C2H6-ya çevrilir. Olduğu kimi qalacaq bu tərəfdə. Reaksiyaya girmir. Bizə deyir 4 mol hidrogen gəldilər, 2,4 mol hidrogen artıq qaldı. Burada da göstərirəm. Hidrogendən 2,4 artıq qaldı. Yəni girmədi də reaksiya. Onda nə qədər hidrogen girdi? 4 mol gəldi, 2,4-ü artıq qaldı. Nə qədər girdi uşaqlar? 1,6. 1,6. Bu da 1-in 1-ə gedir axı, bu da 1,6 idi. İlkin qarışıq 4 idisə, bu 1,6-dırsa, onda bu 4-dən çıxıram 1,6, 2,4. Bu da reaksiya girmədiyinə görə bu tərəfdə də 2,4 olduğu kimi qalacaq. 1 mol C2H4, 1 mol hidrogenlə girəndə 1 mol C2H6 əmələ gəlirsə, 1,6, 1,6 girəndə bu da 1,6. Nə istəyir? İlkin qaz qarışığında metanın həcm payı. Bunlara ehtiyac qalmadı. İlkin qaz qarışığında metan 2,4-dür. İlkin qaz qarışığı bütövlükdə 4. Həcm deyirsə, istəyirsən belə vur, ya da istəyirsən litr şeylə də 22,4-ə vur. Bura 22,4, burada vur 22,4, vur 100. Onsuz da 22,4-lər gedir. Onsuz da həcm payı mol payı ilə eyni qiymət alacaq. Burada nə qalacaq uşaqlar? 2,4-ü 4-ə bölərsiniz 0,6, 0,6-nı da 100-ə vurarsınız. Qəşəng sualdır.